İndi insanlar geyimindən tutmuş məişət əşyalarına qədər əksər ehtiyaclarını onlayn alış-veriş ilə ödəyirlər. Son zamanlar dərman vasitələri, vitamin və qida əlavələrini də xaricdən sifariş verənlərin sayı artıb. Buna səbəb olan əsas amillərdən biri də dərman vasitələrinin xaricdə daha ucuz olmasıdır. Bəs onlayn yolla gələn dərmanların keyfiyyətinə nəzarət varmı? Risklər nədən ibarətdir? Növbəti sujetdə daha ətraflı biləcəksiniz. İnsanlar üçün onlayn alış-veriş həm vaxta, həm də pula qənaətdir. Elə vətəndaşların əksəriyyətinin xaricdən dərman, vitamin və qida əlavələri sifariş verməsinin əsas səbəbi də budur. Bir çoxları belə xidmətlər göstərən sosial şəbəkə səhifələri vasitəsilə, bəziləri isə xarici satış platformalarından özləri sifariş etməklə əczaçılıq məhsullarını onlayn şəkildə əldə edir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin baş mütəxəssisi Elvin Nağıyev deyir ki, dərman vasitələrinin ölkəyə idxalı yalnız rəsmi qaydada əczaçılıq şirkətləri tərəfindən aparıla bilər. Lakin bəzi hallarda isə vətəndaşlar xaricdən müvafiq saytların və yaxud müvafiq şəxslərin sayəsində dərman vasitələri sifariş edirlər. Qeyd etmək istərdik ki, həmin dərman vasitələrinin müvafiq laborator yoxlamaları aparılmadığından həmin dərman vasitələrinin nə dərəcədə etibarlı və güvənli olması şübhə altında qalmış olur. Bildirməliyik ki, bioloji fərqa malik qida əlavələri kimi tanıdığımız vitaminlər, minerallar və s. bunların ümumiyyətlə dövriyyəsi nəzarət Səhiyyə Nazirliyi tərəfindən aparılmır. Əsas məsələlərdən biri də bu məhsulların keyfiyyətinə nəzarətdir. Bəs xaricdən sifariş olunan və gətirilən dərmanların keyfiyyətinə kim zəmanət verir? Qeyd etməliyik ki, vətəndaşlar həmin məhsulları sifariş etdikdə o məhsulların daşıma zamanı saxlanma şərtləri, o məhsulların istehsal prosesindən ölkəyə gətirilənə qədər ki, daşınma zamanı yaşadığı prosedurlar naməlum olduğundan həmin məhsulların keyfiyyəti barədə də artıq suallar yarana bilər. Bu halda dərmanın birbaşa keyfiyyətinə təsir göstərə bilər. O baxımdan rəsmi şəkildə ölkə arasında idxal olmuş dərman vasitələrini əldə etmək tövsiyə olunandır. Həkimlər isə xəbərdarlıq edirlər ki, internet vasitəsilə hər hansı preparatı sifariş etməyin fəsadları ağır ola bilər. İdman əlavələri, tərkibi məlum olmayan bioloji aktiv maddələr, xüsusən də arıqlamaq üçün qəbul edilən çaylar, qəhvələr və digər qida əlavələrini özbaşına istifadə etməmək məsləhət görülür. Dərmanın təyinatı müstəsna olaraq həkimə məxsusdur. Əgər xəstə kiminsə tövsiyəsi ilə, həm qonşunun resepti ilə, başqa yollarla özünə dərman sifariş edib təyin edirsə, bu onun öz məsuliyyətidir. Vətəndaş bilməlidir ki, dərmanı xəstəyə həkim təyin etməlidir və o təyin olunan dərmanlar da Azərbaycan ərazisinə registrasiya olunan dərman maddələrinin dövlət reyestrinə daxil olan dərmanlar olmalıdır. Qeyd edək ki, qanunvericiliyə əsasən xaricdən gələn vətəndaşın şəxsi istifadə üçün dərman vasitələrini gətirməsində heç bir məhdudiyyət yoxdur. Gətirilən dərman Azərbaycanda qeydiyyatdan keçməyibsə, bəzi hallarda həkim resepti tələb oluna bilər. Şəkərnaz Şahəliyeva, İlkin Məmmədov, Suada Quliyeva, İqtisadi Zona.